edəsinlər. Və sual, bir şəxs qəza orucu tutduğu zaman, məsələn, fərz eləyək ki, bugün mən qəza orucu tuturam. Məhz hansısa bir səbəbdən dolayı həmən orucu da aça bilərəmmi? Yoxsa eyni Ramazan ayındakı orucun şərtləri kimidirmi? Fəqihlərimizin rəyi budur ki, zöhr namazına qədər əgər açmaq niyyəti eləsə, hansısa bir səbəbdən dolayı aça bilər. Heç bir işğalı yoxdur. Yox, əgər zöhr namazını keçsə və zöhr namazından sonra bilərəkdən qəsd eləsə orucunu açmağa, gərək nədir ki, həmən şəxs kəffarə ödəsin. Həmən günün kəffarəsi də 10 kasıbı doyuzdurmalıdır. Yəni, mud yedizdirməlidir, belə deyək. Minimum 750 qram həcmdə. Əgər çox kasıb olsa, fərz eləyək ki, məsələn, 10 kasıbı doydura bilmir, buna gücü çatmır. Əgər